Axşamlar vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli Premier Liqanın izləyiciləri, yaz mövsümü Premier Liqada playoff qarşılaşmaları ilə davam edir. 4-də 1 görüşü, günün daha bir maraqlı qarşılaşması Bakı və Spartak komandalarını üzrə görürük. Top ilkisi Salman dirəyə dəydi. Templi başladı, zərbə ilə başladı. Xatırladaq ki, meydanın sol tərəfdə biz göy geyimdə, Bakının sağ tərəfdə ağ geyimdə isə Spartakı görürük. Bir də hər komanda uğurlar arzu edək, güclü olan qalib olsun deyək. Top etkisi Salman Zəfərov, Əmrə Mircanlı, Azər Karayev, Güvən oraya girdi. Güvən, Fərq Əliyev, mərkəzə doğru oturmaya Elçin Zeynalov, Mahmud, Kamil Mahmudov səhvini düzəldi. Elçin Zeynalov, Premier Liqanın ötən mövsümünün çempionu. Əmrə Mircanlı taban ötürməsi keçmədi, Akşin Qurbanlı. Akşin bir qədər elədi, amma zərbə. Səndən gözlənilən zərbə deyildi. Fərq Əliyevin ötürməsi Güvənə doğru. Rəsul yerindədir. Rəsul Babayev, Spartak Bakının golkiperi. Heydar Garayev, Salman Zəfərov. Bəli, bundan sonra daha bir maraqlı qarşılaşma var. Penya Bakı və Galaksi arasında oynanılacaq 4-də 1-in son qarşılaşması. Bugün ayrılanma. 4-də 1 sərfəsində 4 oyun. Günün ilk qarşılaşması Gənclər Birliyi və Lənkəran arasında oynanıldı. 3-3 hesab sülh bağladı komandalar. Günün ikinci qarşılaşması bundan öncə biz İlhan və Leon Sumqayıt komandalarını üzrə gördük. Sumqayıt eşit hesabı ilə qələbə qazanıb, Cavin üstün tərəf kimi yollanır. Oyunda isə hələ ki tilsimdir. Belə ki qapının kilidi açılmır, Bakı və Spartak arasında oynanılır. Bundan sonra isə Galaksi və Penya Bakı oyunu başlayacaq. Bir qədər də məlumat xarakterli olsun. Kamil endirilən zərbə. Burada müdafiəçi də dəymişdi Rəsul Babayev. Yaxşı reaksiya verdi. Kiper ayaq-sayıq davranır, sağlıq əldən vermir. Zeynal Axundzadə, Elçin Zeynalov. Güvən Məmmədov. Fərux özünü təklif edirdi, onunla oynadı. Yeni gəllərimiz xoş gördük, ekranınızı bəyənənlər var olun, minnətdarım. Suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Akşin Qurbanlı. Kənan Quliyev. Məhz debüt edir bugün Kənan. Biz Mingəçevirdən onu tanıyırıq. Birinci liqa təmsilçilərindən Mingəçevirin şərəfini qoruyur Kənan Quliyev. Spartak heyətində isə playofflarda transfer olub və debüt edir. Kənan Quliyev, bəsi gedən sözü gedən oyuncu. Heydər. Təzyiq var orada, topu müdafiədən çıxarma bazarda, amma sadəcə uzaqlaşdırma həmləsinə bənzədi. Zeynal Axundzadə, hələ ki bir qədər risksiz, təmkinli oyun izləyirik. Kamil Mahmudov. Zeynal Axundzadə. Fərux Əliyev. Cina doğru ötürməm. Elçin Zeynalov. Salman Zəfərovun təzyiqi vardı, Zeynal itirmədi. Kapitanı qatın əmləyə Əmrə Mircanlı. Elçin Zeynalov, yerlə ötürmə, Kamil Mahmudov, Kənan Quliyev şığıyır rəqibin üzərinə. Akşin Qurbanlı, Kamil Mahmudov. Elçin Zeynalov. Güvən.
Güven bağla. Bir daha qeyd edək. İlmiyə Barasvar arenada 4-1 qarşılaşmalar davam edir Premier Liqanın yaz mövsümündə. Bu qarşılaşmada Bakı və Spartak Bakı komandalarının üzə görük. Hələ ki tezim qırılıb. Hələ ki qapının kilidi açılmayıb. Rəsul Babayev. Elman təşəkkür minnətdarım. Yeganla doğru ötürmə Salman Zəfərov. Top meydanda saxlama bacardı amma rəqib üçün. Fərruq Əliyev. Emrah Mircanlı. Kamil Mahmudov. Fərruq Əliyev. İndirilen zərbə. Zeynal Axundzadə gedir mərkəzə şəkildə zərbə indirdi. Rəsul Babayev ötən dəqiqələr ərzində qapısını toxunmaz saxlama bacar. Belə ki, keçid vermir. Hərçənd ki, eyni ifadəni Fərruq Əliyev üçün də qeyd edə bilərəm. Rəqiblərini hələ ki məyus etməyə bacarır. Kamil Mahmudov bir qədər qapandı Spartak tərəfi. Bakının həmlə qurmasına imkan verirlər sanki. Yerli ötürmə Güvən Məmmədov. Vazər var önündə Güvən sıyrılır rəqibindən zərbə. Uğurlu alınmadı. Hərçənd ki bir qədər sıyrılmışdı rəqibindən. Orada Azər rəqibini təqib edirdi. Zərbədə də bir qədər mane olmağa bacardı. Güvənə qarşı qayda pozulub. Heydər Kərimov topa deyil də rəqibin ayağına zərbə indirir. Fəqan Kərimovun gözünə yaymır. Sərbəst, daha doğrusu cərmə zərbəsi səhvini düzəldim. Kifayət qədər təhlükəli bir nöqtədir. Bakı üçün yaxşı bir imkandır teslimi qırmaq üçün, qapın kilidini açmaq üçün. Elçin Zeynalov topun arxasında oynayanda Zeynal Axundzadə, Rəsul Babayev 3 nəfərin ibarət canlı sədə özü də canlı sədin yanında yer alıb. Duellonun qalib tərəfi kim olacaq? İşarə gəldi. Elçin Zeynalov zərbə keçmədi. Rəsuldan keçidi yoxdur. Azər Gərayev ram etməyi bacarır. Kərəm Quliyev ötürmək istəyirdi. Azər sıyrıldı rəqibindən. Zərbə Fərruq. Top hərəkətdə. Akşin Qurbanlı. Topu meydanda saxlama bacardılar. Bu arada oyuncu dəyişikliyi var Bakı heyətində. Biz Cavidi meydanda görürük. Emrah Mircanlını əvəzlədi. Fərdi Zeynalov, minnətlərim var olun. Kənan Quliyev, taban ötürməsi Salman Zəfərov. Akşin Qurbanlı orada Kamil Mahmudovla mübarizə aparırdı. Salman Zəfərov. Bir anlıq hər kəs intizarda saxladı, amma nəticə hasil olmur. Fərdi Zeynalov, minnətlərim. Ekranımızı bəyənə dostlar, qardaşlar, zəhmət olmazsa bir qədər təkəm. Minnətlərim. Suallarınız olduqsa da çəkinmədən yaza bilərsiniz. Kamil Mahmudov top meydanda saxlamaqda çətinlik çəkir. Bu arada bir dəqiqəlik taymat olacaq bəli. Taymatı götürən tərəf Spartak Bakıdır. Görürsən, yo, itisən. Və aleyküm əssalam, xoş gördüm, minnətlərim. Elman var oldu. Ara. Var olun qardaş, minnətlərim. Çox
sağ olun, minnətlərim var olun. Bu arada ekranımızı beğenənlər, suallar uzunluqca da çəkinmədən yaza bilərsiniz məndə. Saplandırma hazırlan. Fəqam, deyirlər çatmaq olmaz. Şəxsi samolyotda yıxılan gələcək. Oyun bərpa olunur artıq, taymat bitir. Rəsul Babayev. Təzyiq var. Görək taymat hansı komanda üçün yararlı olacaq? Akşin Qurbanlı. Bu arada 13 rəşili var Spartak niyyətində. Taymatdan sonra biz Rəvan Cabbarov meydana görürük. Komandanın gənc üzvlərindən biridir. Bəlkə də elə ən gənc üzvüdür. Kənan Quliyev. Geçevirdə olduğu kimi mövqe olaraq da bir qədər geridə müdafiədə çıxış edir. Fəruq Əliyev. 12 dəqiqəni geridə qoymuşuq. Belə də tilsim qırılmayıb, belə də qapının kilidi açılmayıb. Selçin Zeynalova qarşı qayda pozuntusu qeyd alır. Ədalət təmsilçisi. Elçin Zeynalov. Arı ötəməsi Kamil Mahmudovdur. Yeniden Elçinlə oynadı. Zeynalı qatəmlə Yaxundzadə. Rəsul Babayev yerindədir. Bir qədər də beğeni ekranımızı edə göndərilən minnətlərəm. Cavid Bayramov. Kamil Mahmudov. Cinadəşdə başla zərbə. Güvən Məmmədov idi bu. Baron. Akşin Qurbanlı. Salman Cəfərov. Bombardilər siyasında yer alır. Yerlə zərbə Rəvan Cabbarov. Təkrar əmlə alınmadı. Fəruq Əliyev. Keçid yoxdur dedi. Korner. Tilsim qırılsa, qapının kilidi açılsa, məncə daha maraqlı. Ona şahid olacaq. Digər qollara stimul verə bilər. Digər qollara impuls verə bilər. Bir qol. Cavid Bayramov. Elçin Zeynalov. Kamil Mahmudov. Güvən çevirdi. Rəsul yeni keçid yoxdur dedi. Zənimci izləyənlər də mənə qatılar. Kəmlələriniz daha çox olan tərəf. Zərbələrdə dainamlı olan tərəf, hücumlarının kəsələri artıq olan tərəf ötən dəqiqələr ərzində Bakıdır. Rəsul Babayev çox yaxşı çıxış edib. Elə ki, bu zərbələri dəf etməyi bacarır. Elçin Zeynalov. Top bir xeyli qapını aralı keçsi. Rəsul Babayev. Kifayət qədər görüş izləyən azarki kütləsi də var. Meydanın kənarı boyunca mövqe tutublar və bu görüşü canlı olaraq izləyirlər. Yetərsə azarki kütləsi belə qeyd edək. İçinin canlı yan vasitəsilə də boyuna nəzər yetirən kifayət qədər futbol sevərlər var. Rəsul Babayev. Kənanla oynadı Quliyev. Güvən öndə təzyiq edirdi out. Akşin Qurbanlı. Kənan. Quliyev. Kənan. Rəvan Cabbarov. Cavid. Rəsul Babayev. Salman doğru ötürməyə ünvana çatdı. Kamil mani oldu. Zeynal Axundzadə refer davam dedi. Salman ayağa qalxır. Elçin Zeynalov. Elçin Zeynalov. Az fərqli top qapının üzərinə meydan tərk etdi. Bir anlıq intizarda saxlamağı bacardı hər kəsin. Amma təbii ki, istənilən halda nəticə hasil olmadı.
Zeynalov. Qabil cəhd izləyə bilərik. Güvən çevirdi. Zeynal Axundzadə akşin qurbanlara girdi. Təcrübəli oyuncu. Kələnquliyev. Rəsul Babayev. Elçin yerə salma bacardı topu. Ekranımızı bəyənənlər var olun, minnətlərim. Bəyənə zəhmət olmasa. Kələnquliyev. İkisi də son 6 dəqiqə. Rəvan Cabbarov. Rəsul Babayev. Güvəni yola saldı Rəvan. Heydər Gərayev. Salman qarşısında güvən var. Kəranı qatır əmləyə Kələnquliyev. Rəsul, Rəvan, Kələnquliyev. Kənan yayında bir rəqibinə ötürməsini də vermək bacardı. Salman! Bu arada bir dəqiqəlik time-out. Bu sefer time-out'u götürən tərəf Bakı komandasıdır. Suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Kısıtlama var ona göre. Fəruq Əliyev. Elçin Zeynalov. Cavid Bayramov, Rəsul orada. Yine mani olmağa bacardı. Taymatdan sonra bir əvəz etmə var. Güvən Məmmədov meydanı tərk edib. Bakının yeni transferi meydandadır. Rasim Mikailov. Zeynal Axundzadə. Dala, yoxdur dala. Başsa. Elçin Zeynalov. Kamil özünü təklif edir, onunla oynaya bilər. Zavidi seçir. Orada Cavid Bayramovun sərbəsi Zeynal Axundzadə topu buraxdı. Rəsul Babayev heç nə edə bilmir. Görüşdə tilsim qırılır, qapının kilidi açılır. 1-0 Bakı artıq öndədir. Bakı 1, Spartak 0 görəndə. Spartakın rəqibə cavabı olacaqmı? Salman Cəfərov. Rəvan Cabbarov. Kələnquliyev. Rəvan. Bir də ola. Salman. Qayda pozulub. Rasim Mikailov qaydanı pozub. Salı yoktu bir atınca. Salman bir boşluq axtardı, tapmadı. Kələnquliyev. Rəsul Babayev. Akşin Qurbanlı. Oyna.
Yaxşıdır, yaxşı. Əl, əl, əl. Aşın Qurbanlı yaxşı çevirdi. Cavid Bayramov. Rəsulda qaldı top Kənan Quliyev. Revan Cabbarov. Revan ötürmə Aşın Qurbanlı. Taban zərbəsi indirmək istədi, alınmadı. Bu arada Bakı heyətinə daha bir əvəz etmə var. Yusuf Yusufzadə meydandadır. Fəruq Əliyev. Rasim Mikailov. Təzyiq vardı, təzyiq öz bərəsini göstərdi. Salman Cəfərov. Salman Cəfərov. Sol ayaqla zərbə yaxın ikinci nişan aldı Fəruq Əliyev. Bu zərbə qarşısını heç edə bilmir. 1-1 hesab bərabərləşir. Spartak 1, Bakı 1. Yosif. Bəli, texniki zonadadır Güvən. Məsələn, indi yenə meydana qayıdıb hətta Güvən Məmmədov indi təzyiq edir. Təzyiqlə top ələ keçirməyə bacardı Elçə Zeynalov. Revan. Kənan Quliyev. Kənan. İstər, bak, istər. Kənan. Salman Cəfərov. Başım becik də. Ədalət təmsil 2 hissəni bitirir. Komandalar fasilə bir-birlik bərabərlə yollanırlar. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.